Okey, Müəllim, deməli. burada Zoom-dan da eləmək olur, recordinqi Zoom. Siz Zoom-dan niyə eləmirsiniz? Zoom-un o vaxt limiti var idi ki, 1 saatdan sonra mı atırdı. İndi xəbərim yoxdur. Müəllim, bəli, elədir. Amma Hə, onsuz da o o problem deyil axı müəllim. bu Onsuz təzədən təzə. bir də qoşul elə, o belə sualın həyəcanlı yerində gedəndə xoşum gəlmir belə. Risk set gedir elə bil. Təsəvvür eləyin belə sualın ən gözəl yerində izahında elə birdən-birə gedir. O çox pisdir, ona görə Google Meet yaxşıdır. Normalda OBS də donmamalıdır. Prosta bilmirəm, bəzən nəsə yüklər donur. Evet, elə olur. Bax, indi mən neyniyim? Aşağılara əsəbləşsəm deyəcəklər müəllim, rayondayıq yazanmırıq. Bu nə səbəbdir? Rayonda olmanın nə dəxlisi var yazıb yazmamaqla? Müəllim, Saleh işləyib yaxşı, Muhammed işləyib. 16 dənədir də, bu nəyə yaxşıdır ki? Müəllim, Keçən dəfə bu yanı işləməyibmiş. Bax, girdim, baxdım, bax. müəllim, Çıxdı. yaxşıdır Bax, müəllim. ortaya. Bir dəqiqə. Bir dəqiqə, Cəmilə girək baxaq. Bax, necə elədim, bunun submissionları gəldi. Bir dəqiqə, mən bir dəqiqə, bayaqki kimi eləmək istəyirəm. Bayaqki kimi necə elədim? Müəllim, nə var ki, statusa girirsiniz. Hə. Siz statusa götürüb yazdınız da. Ya iminli Fatimə kim məsələn gəlsin deyə tutaq ki də. Bəli Amma bu müəllim. yenə də yaxşıdır. Bu məsələn keçən dəfəkindən bu yana işləyibdi. Hə, okey. Məsələn Cəmilə girəcəm, Cəmilə məncə işləməyibdi. Çünki eynidir sual. Müəllim, düzünü deyim, xatırlayıram, 7 keçən dəfə Saleh gün. 16 idi. Bilirəm, nə onu deyirəm, işləməyiblər. Bir, kimsə yığır. Müəllim, 18. Cəmil demədi, 2 dəqiqəyə qoyur. Boş ver, yoldadır o. Qoşular yəni narahat olma ona görə. Eybi yox. Eee Netanyahu da işləməyib böyük ehtimalla. Netanyahu'nun interneti çox pis idi. Heç nə. Yəni da əsəbləşmirəm Öcə. Yoruldum. Tükəndim. Salih burada da yoxdur. Heç nə. Müəllim, qrupda bir dənə işləyən Cavidandır. Yaxşı Əkbər də özün niyə indi aşağı salırsan ki, sən də işləyirsən də. Müəllim, işləyirəm, amma Cavidan qədər güclü olmadığım üçün sualları başa düşmürəm deyə az yazıram. Salih burada da yoxdur. Səbəb? Niyə Müəllim, random bir soruşan bir dənə deyin də, o kas sualın konkret şərti nə idi? Okey, mən Salihin valideynindən danışaram. Müəllim, Saleh deyəsən bu qrupa keçdi, təsir eləmədi. O biri qrupda da onsuz da təsir eləmirdi. Cavidan daha doğrusu ancaq sənə söz demir. Görmə sən Hı. Yox, mən sadəcə indi bir dəqiqə qərar verməyə çalışıram ki, kimin valideynlərlə danışsam. Müəllim, baxın Cəmil gəldi. Xoş gəldin canım. Salam Cəmil. Hamı səni gözləyir. Cəmil, bu rankingdə heç nə yazmamanın səbəbi rayonda olmaqdırmı, yoxsa başqa bir bəhanə varmı? Sadəcə maraqlıdır. Yaxşı, sən necəsən? Mən yaxşıyam hələ ki. Keyfim kökdür. Prosta olmaya da bilər. Bax, görürsünüz, bax. Kompüter yox imiş. İndi mən neyniyim? Mən nətər əsəbləşim? Müəllim, ən azından dərsə girib. Yaxşı, nə deyirəm ki, mən Cəmilə işini demirəm ki. Yoxsa indi belə məntiqli səbəblər olanda Müəllim, mən sadəcə mənə biraz qəribə gəlir. Dərsə girmirsə uşaq, ev tapşırıqlarını niyə yazır?
Kim girmir ki dərsə? Yəni məsələn, tutaq ki, mən dərsə girməmişəmsə, ev tapşırıqlarımı yazmamışamsa, siz yenə də danlayasınız. Hə, bu nə dəxsi var ki? Müəllim əvvəl danlamırdınız amma. Dərsə girməməyin zaten əgər səbəb varsa, o heç yəni dərsə girənə qədər bəs nə eləmisən? O vaxta qədər də yazmamısan. Bəli. Yəni də uşaqlar bəzən elə bəhanələr olur ki, onların həqiqətən həll yolu var. Sadəcə yəni tənbəllikdir əslində. O məsələn indi kompüter yoxdur. Həqiqətən əgər yoxdursa, mən cəmlənərəm. Yəni yalandan deməz ki, kompüterim yoxdur. Məsələn, kompüter olmaq hə başqa məsələ. Yəni telefondan kod yazmaq əziyyətdir. Yəni buna heç nə deyə bilmərəm. Amma məsələn kompüterin ola, məsələn harasa getmisənsə, orduca bəhanə eləməyin anormal bir şeydir. Yəni sənin mümkün deyil ki, bütün günü çöldə olasan. Mən Yəni bildim, tutaq ki, məsələn, bazar günü işim var, bütün günü harasa gedirəm. Okey də, bizim dərs aralığımız 3 gündür. Bu 3 günün 3-ündə də çöldə olma ehtimalın yüzdə neçə faizdir? Müəllim maksimum 0,2 var. Yəni də bilirsən məsələn mən hansı məsələn Cəmilin situasiyası hə okey, buna heç nə deyə bilmərəm. Hələ işləyibdi examları, okey, əla. Yəni kompüter yoxdur. Ya məsələn xaricə gedərsən, tutaq ki, deyirəm də, yəni hə ora getmisənsə, məqsəd nədir? Gəzməkdə tutaq ki. Hə onunla məsələn keçmək olardı. O da biraz ehtimaldır. Amma məsələn rayona gedirsənsə, onsuz da nisbətən Azərbaycanda yəni bir gün dincələrsən, 2 gün dincələrsən, sonra gəlirsən də bu evə çıxırsan təzədən. Evə çıxanda gəlib telefona baxmaq yerinə onu yaza bilirsən də, yəni onun həll yolu var. Müəllim Valla mən inanmıram ki, sizin valideynləriniz dərs işləyəndə elə bir söz desin. Müəllim, valla düzün deyim, ancaq mənim anam soruşanda ki, neynirsən? Məsələn, mənim valideyn demiş ki, məsələn, desən avqustda harasa gedəcəklər, dedi ki, narahat olmayın, kompüterdə götürəcəklər. Bəli, mən yəni mən belə şeylər eşidirəm sizin valideynlərinizdən. Tərsini eşitmirəm. Ay müəllim, onsuz da mənim kompüteri götürməməyə şansım yoxdur. Ailəmi öldürürəm ona görə. Mən də. Biz axırıncı səfər hansı examda qalmışıq? Mənim anam vecinə deyil, tətil-mətilmə, ancaq elə yazılır. Elə olmalıdır. Və uşaqlar gələcək deyəndə bir dənə Salihdən başqa digərləri gəlməyəcək. Salihdən xəbərim yoxdur. Qoşulmasa 2 qat bərk şikayət gedəcək Salihə. İnşallah qoşular şikayətin biraz yarısını alar. Həm yazmamaqdan, həm də xəbər vermədən qoşulmamaqdan bu ikisi böyük bir Mənim bir dənə baxında az sonda niyə 80 almışam? Yəni sual şərtin. Bu sual. Amma bu sual çox asandır əslində. Sizin dediyinizdir. Bildim. Qrupda izah eləmişdim mən. Deyir ki, sizə 4 rəqəmli bir ədəd verilir. 4 rəqəmli deyir ədədin, deyir bu 2 formatda ola bilər. Biri 2 rəqəmi ilin son rəqəmləri ola bilər. Məsələn, burada 19, məsələn deyirəm, 1919-cu ilin o sondakı 2 rəqəmidir. Bu MM isə ayın göstəricisidir. Yəni məsələn 01 birinci aydır, 02 ikinci aydır. Məsələn 12-yə qədər gedə bilər, artıq 12-dən sonra gedə bilməz. Və yaxud da tərsinə ola bilər bu format. Birinci ay verilə bilər, sonra il verilə bilər. Deyir, bu verilən ədəd o vaxt düzgün sayılır ki, ya YYMM formatındadır, yəni birinci il, sonra may. Onda çıxışa bunu veririk. Əgər ay-il formatındadırsa, MMYY veririk. Əgər hər iki formatda düzgündürsə, N-bilgis sözünü çıxışa veririk. Əks halda heç birinin uyğun deyilsə, NA çıxışa veririk. Məsələn, baxaq. Bu nədir belə? Niyə belə qarışıq? Baxın, məsələn, 19.05. 19 il ola bilər, amma ay ola bilməz, düzdür? Yəni, onda buranı dəqiq bilirik ki, artıq bu hissə il olacaq. Və bu hissə də aya həqiqətən uyğun gəlir. Onda bu format hansına uyğundur?
YY, MM. Yəni başqa formata uyğun deyil bu. Məsələn, baxaq buna. Baxın 0-1 həm ilin sonunda gələ bilər, həm ayın sonunda gələ bilər. Eynilə 12-də. Yəni bu həm YY MM-ə uyğundur, həm də MM YY-ə uyğundur. Ona görə cavabı ambiguous-dur. Amma məsələn baxaq buna 17:00. 17:00-a hardan baxsan, nə 17 ay ola bilər, nə də 00 ay ola bilər. Burada əsas məsələmiz uşaqlar. İl zaten hər bir rəqəm il ola biləcək. Hər iki cütlük il ola biləcək şeydədir. Əsas məsələmiz Bir şey deyəcəm mən. De. Bunu stringlə yox da n-lə yazsaq olar. N-lə yazıb 4 rəqəmli ədədi necə parçalayırsan elə eləyə bilərsən, hə. Amma yox, eləyə bilmərsən. N-lə yaza bilmərsən, çünki bax belə formatda gələ bilər. Yaza bilərəm axı elə. Yox. O formatda da düz verir. Bax, Əkbər, sən N-i yazdın, hə? Yox, müəllim, başa düşdüm onu dediyinizi. Hə. Sadəcə mən elə bir L-in N1, N2, N3, N4 belə yazmıram, düzdür? Hə, bir daxil eləyəsən ədədləri. N1-i vuracam onun üstünə N2 gələcəm. Hər halda düz olur. Yox, sən 4 dənə ədəd daxil edirsən proqrama. Bəli, müəllim. LL M1 bərabər olsun, M bölünsün 1000%. Hə, bu olmayacaq, olmayacaq. Çünki bu n belə bir ədəd daxil eləyənmərsən, bu ədəd deyil. Yəni bunu n şəklində daxil eləyənmərsən, qabağında 0 var axı. Bu onu 112 kimi götürəcək. Sənin n-in 0, 1, 1, 2-yə bərabər ola bilməz. Belə bir ədəd var riyaziyyatda, yoxdur. Aydın oldu, ona görə itəcəkdir elə bil oradakı 0. Hə, uşaqlar, yəni burada bizim əsas məsələmiz əslində o ikili cütlüyün sadəcə ay olub, aya uyğun gəlib, uyğun gəlmədiyini yoxlamaqdır. Yəni il zaten hamısında uyğun gələcək. Əsas bizim fokusumuz aya olmalıdır. İzah eləməsəz də olur. Yox, baxaq, problem yoxdur. Oy, nə eləmişsən? Müəllim, mən n-lə yazdım. Bunu bilirsənsə string dedin də. Yəni bunu niyə stringlə yazmamısan ki, özünü bu qədər çətinə salmısan? Müəllim, adicə bir dənə sual var, bir dənə sortda deyir 4 dənə ədəd verilir. İkinci və üçüncü ədədin fərqini tap. O sual var. Ona 50 sətirlik kod yazmışam. Sən bu uzun kod yazmanın sənin başını qalacaq. Götürüb yoxlamışam ki, bu maksidirsə, bu maksi deyilsə, bu minidirsə, bunu çıx, ondan çıx. İfdə onu demişəm. Əkbər. Bu arada mən chat'i görmürəm. Chat'i də açım buradan. Mən chat'dən nəsə yazacağam. Okey. Deməli, stringimizi götürək. Daxil edək. Səsi gəlmir. Səmil yoldadır da. Aynen. Okey. Deməli, biz nəyi yoxlayacağıq? Birinci o şərti yoxlayaq ki, hər ikisinə uyğun gələn şərtin. Ona görə yoxlayırıq ki, x, yəni birinci rəqəmi. Yəni düşünək ki, x, y cütlüyünü yoxlayırıq hal-hazırda. Əgər x 0-dan böyük bərabər və x 1-dən kiçik bərabərdirsə, and x yox artıq, y. Nə olmalıdır y bizdə? 0-dan indi bunun biraz uzun olacaq. Onda belə yoxlayaq. Bu dəfə iflərimi təriflədim. İflər olacaq onsuz da, o heç. X 0-a bərabərdirsə, and y isə bunun yanında duran ədəd. 0-dan böyük olacaq zaten, o heç. 9-dan kiçikdirsə. Bu oldu birinci şərtimiz bizim. Yəni 0-dan böyük, 9-dan kiçik. Bu ödəndisə, bunun yanına bir dənə or əlavə eləyək. Deyək ki, 0-dan böyük, 9-dan kiçik. Onu da yoxlayaq, düz deyirsən. Onda bura bir dənə iflərimiz bizə biraz qəribə olacaq. Or x 1-ə bərabərdirsə, and y də 2-dən kiçikdirsə.
Düzdür? Yəni 11, 12, 10 halını yoxladıq bundan da. Artıq baxın, bu mötərizənin içi bizə birinci tərəfin düzgün olub olmadığını verəcək. Yəni ya bu şərt ödənəcək, ya da bu şərt ödənəcək. Sayt And, avtomatik müəllim bu. And o biri tərəfi yoxlamaqda. Mən hal-hazırda 2 şərtin ödənib ödənmədiyini yoxlayıram. Yəni avtomatik olaraq verəndə səhv verir də. MMY. Tamam, ikisini də yoxlayacağım bu dəqiqə. Sağ tərəfi də eyni şərti yazacağıq. Sadəcə dəyişənlər dəyişəcək. Aha, sadəcə x1, y1 olacaq bunlar. Vəsə. Bir dənə bunu belə eləyək. Hə. Bax, indi burada onu else-a saxlayacağıq. Else if. Təkcə gətirib birinci bu şərti qoyacağam. Deyəcəm cout-a. Birinci format nədir? Yox, mən hansı səhv yoxlayıram bu dəqiqə? Birincinin ay olmalı. Müəllim bu deyəsən aydır da, bəli. Else if gətirib bu şərti qoyacağam. Baxın, görürsünüz, ancaq copy-paste-lərlə gedirəm. Burada da olacaq cout y. Və else-ində də cout-a na verəcəm. Vəsə. Sadəcə bir dənə Müəllim 100 dəfə copy paste eləyib eləmişdim birdən sonra. Sadəcə bir dənə baxın, bu ilk şərti yazanda qalanları zaten ondan bərabər gedəcək. Okay. Mən elə bayaqdan da onu deyirəm. Mən axır vaxtlar o qədər boşluğa alışmışam. Şeydir, belə iç-içə olanda qəribə görünür. Onda gəlin belə bir şey eləyək. Bunları LL eləyək. Və bunları da belə yazaq. Çünki onların hamısını gəlib bir də dırnağın içinə salmaq uzun çəkəcək. Müəllim, Salih dərsə girsə valideyninə şikayət getməmə şansı var. Yox. O yazmadığına görə yenə gedəcək. Müəllim, bəs yazıb girsə? Yazıb girsən? Bəli. Bəli. Harda mötərizə? Almaq istəyirsən. Cavidan elə danışdı ki, almağın yolları bunlardan biridir. Ayda burada Müəllim, bir də mötərizələri sayın. Cütdürsə düzdür, cüt deyilsə səhvdir. Yox, burada düzdür axı. Üçüncüsə deyil, sonrası. Bu nə səhv deyir? Görmürəm bir dəqiqə. Gözüm. Bu bir dəqiqə burada düzdür. Müəllim, burada deyirsən o səhv deyil, token səhvdir. Burada deyir şeydir. O mötərizə 26-cı sətirdəki. 26-da nə var ki? Müəllim çox belə idi, qarışıq yazmısınız ona görə. Belə mötərizələr mən boşluqla yazıram. Ola bilər. Dəqiqə, bir saniyə. Buraların hamısını düzdürmü? Intmeyini açıb bağlamışıq. Else-ində də cout-a na vermişik. Expected primary 26-da qoymuşam da. Bu nəyə expected eləyir ki? Bunların hamısını açıb bağlamamışam ki mən. Bir dəqiqə. Getdik buradan təzədən yoxlamağa. If açılıb, if bağlanıbdır. Düzdür. Bunu açmışıq, bunu bağlamışıq. Bunu açmışıq, bunu bağlamışıq. Bunu açmışıq, bunu bağlamışıq. Buralar düzgündür. Vəsə. Getdi indi bura. Bu opşi bununkidir. Bunlar özlərininkidir. Bu da ümumi ifindir. Bu heç. Bu da ümumi else ifinkidir. Bu bunun olmalı biraz mənası istəsin. Gözləyəm onda keçəcək. Oymuş. Düzdür.
Ha, aşağıdakındaymış problem. Hə, heç o biri qalsa da olar. Bir də burada, baxın burada 3 dənədir, burada 2 dənədir. Baxın indi düz Bəli. verəcək. Hə, İndi belə satırsan. verməz. 19.05-də y mm 01.12-də ambiguous 17.00-da da 13.00-a mm Müəllim, bu düzgün deyil axı. Əslində belə şey yoxdur. Hə, bildim. Belə yazaq onu. Yazacağım, hamısını yazıram. Y0, çünki 00 bizim şeyimiz düz verdi. Yəni əslində 9-dan kiçikdir. Müəllim, ümumiyyətlə belə suallar həddindən artıq problemlidir. Problemli sual yaxşı bir şeydir əslində. Yaxşıdır. Aha, sizə nəyisə öyrədir. Öz kodunuzun üzərində işləməyi öyrədir əslində. Bir anlıq qorxdum, əlim dəyib çıxacam. Bu kod silinsə bir də yazan deyildim mən. Okey. Daha sərgəli yazma olardı əslində. Ay müəllim, ən əsəbləşdiyim şeylərdən biridir. Examda falan 50 sətirlik kod yazıram. Əlimdən gedir, silinir. Sonra C++ 23-ü təzə açıram, ona Ctrl-Z eləyirəm, o gəlir. Təzədən yazmaq olur. Şey deyin də uşaqlar, Codeblocks'a girin yazın, əlinizi görə öyrəşdirin. Müəllim, onsuz Codeblocksda nə fərqi var ki, onlarınca da birdən? Fərqi yoxdur, prosta oranın interfeysini öyrəşin, çünki imtahanda da orada yazarsınız yəni. Yox, imtahanda Codenin-inkində yazarsınız. Bəli müəllim, qoymayacaq ki onsuz. Hə, bizim vaxtımızda qoyurdular, sizin vaxtınızda qoymadılar. Çox pisdir, yəni dəhşət pisdir Codenin-inki. Bəli, çox. Bu sual işləmişik. Bəli. Bəs nə yazmamışsınız? 4 adam boş. Bu vaxtı yazıblar, indi yazmırlar. Hə, o məntiqlə. Yazsant da sadəcə deyirdi ki, biri o birinin 20 vurulsun, çıxılsın. Müəllim, mən 10 dəfə scout yazmışam. Asan sualdır bu. Keçək buna. Gedək exam 33-ə. Daha maraqlı sual. Bizim küçüydü də onsuz indicə. Yox. Hə? Başqa. Girib baxdım, baxmış. Oyda, bu examen gününədir, hə. Müəllim, çətindir, həqiqətən çətindir. Niyə sən həmişə ən çətin sual bu ikisidir? Çünki bu həmin yarışların B ilə D isə həmin yarışların, məsələn, 130-cu ət-qodur yarışının A sualları A ilə D-də olur. Daha doğrusu B ilə D-də olur. A ilə C sualları isə həmin yarışın B sualları olur. Yəni B sualları da nisbətən A-dan çətin suallar olur. Ona görə həmişə o sıralara düşür. Həm də qarışıq olmağı yaxşıdır ki, bütün suallara baxasınız. Həmişə elə bilirlər ki, A-dan D-yə doğru çətinləşə gedir. Olimpiyadada da elədir, amma elə bir şey yoxdur, əslində mifdir. Yəni bəzən olur ki, ağlına əslində D sualının həlli gəlir, A sualınınki gəlmir də, yəni. Yəni düzdür, nisbətən çətinləşə gedir, amma da ola bilər ki, yəni bunu çalışın şeydə eləməyin uşaqlar, olimpiyadada da eləməyin. Yəni gedib Y sualına baxmamazlıq eləməyin ki, Y axırıncı sualdır, zaten çətin olacaq. Ola bilər çətindir, amma ola bilər ki, sizin həmin anda ağlınıza Y sualının həlli gələr, amma A sualının həlli gəlməz. Yəni elə bir şeylər olur. Ola bilər də çətini tapasınız. Yəni bunda belə şaşıracaq bir şey yoxdur. Ona görə çalışın hər suala baxın. 5 suallıq examlar nə vaxt başlayacaq? 5 suallıq examlar məktəb başlayanda başlayacaq. Yox, məktəb başlayanda uydu. Az qaldı uşaqlar imtahanınızı. Sizin yerinizə həyəcanlandım. Yenə bir özüm gedirəm imtahan. Bir aya yaxın qalıb da nə var ki, gözümüzü. Bəli.
Noyabr, dekabr. Qeyrəsi lap dəhşət. Noyabrın axırı, dekabrın əvvəli belə bir şey. Yəni narahat olmayın. Birinci tur onsuz onlayn olacaq, ikinci turdan üçüncü tur canlı olacaq. Deməli, n dənə restoran var. Aha. Maraqlı sualdır. Hamı qızı. Yəni potensial olaraq hamınızdan medal görürəm, amma çalışmaqdan asılıdır. Yəni bilmirəm də indi məsələn Azərbaycan kapdan sonra kim nə qədər çalışacaq. Yəni şey yoxdur da, yəni bu uşaq vəsyoda getdi Qızıl Alova gedəcək, çalışmasa alan deyil də. Yəni amma eyni indiki potensial saxlayan birisi, eyni çalışqanlığı. Yəni bəziləri var, məsələn, çox az çalışır. Yəni məsələn Salih də az çalışır. Məsələn Muhammedlə Fatimə onlar da. Yəni onlar qərbədə, yəni bir artır biraz alır, bir artır biraz alır. Amma məsələn siz üçünüz nisbətən daha çox çalışırsınız da. Yəni dediyim kimi nə qədər çalışqanlıq olsa medal o qədər çox olacaq. Yoxsa çalışqanlığı saxlamaq, yəni disiplin lazımdır. Yəni bir an olacaq ki, həqiqətən bezəsiniz kod yazmaqdan, iyrənəsiz. O ana çatana qədər nə edəsiniz onu O an məncə уже 8-ci başlayanda olacaq. inanmıram. Əgər həvəslisinizsə, yəni inanmıram o qədər tez Yəni iyrənəsiz. əlavə 3 dənə yerə gedəcəm. İngilis dilində. Yəni mən məsələn 11-in axırları iyrənmişdim, yəni kod kusurdum da, yəni ürəyim bulanırdı. Hə, yəni o fənlər zaten bezdiricidir. Prosta bu mənə hobbi kimi gəlir deyə bezmirəm o qədər də, amma bəzən olur ki, avardında bezirsən. Yəni o birilərinə nisbətən daha maraqlıdır. Çünki buna problem solving deyirlər də. Yəni competitive programming var ki, hansı ki elə adlanırdı indi bizim elədiyimiz şey. Burada yəni bir şeyi hissələrə bölə-bölə problemi həll etməyə çalışırsan. Yenə birinci bunu eləyərəm, ikinci onu, üçüncü onu, ümumi problemi həll etmiş olursan. Ona görə o hiss maraqlı gəlir adama. Ona görə yaxşıdır. Ona görə nisbətən az qoyur bezməyə insan. Amma yəni inanmıram hələ bu qədər tez bezəsiniz. Əgər istəklə indi məsələn burada məsələn də kiminsə deməyinə görə məcburiyyətdən oturmursunuzsa. İndi deyim, bezməyinizi çox tez eləyə bilərsiniz. Yox, yəni bilsən bezmək nədir? Yəni məsələn sən əgər burada indi tutaq ki də valideynin deməyindən və yaxud da tapşırığı mən valideyninə şikayət eləməməyim üçün yazırsansa, onda hə, böyük ehtimalla tez bezəsən. Çünki bunu istəmədən edirsən. Amma kim ki həqiqətən yəni demək istəyirəm sizin əlinizdədir. Siz hər an bizi bezdirə bilərsiniz. Həqiqətən mənim əlimdə deyil. Çətin qoysaz, mən çox tez bezəcəm. Çünki O həddindən bezmək o deyil. O başqa bir şeydir. Bezmək mən onu deyirəm ki, bax məsələn bu hərfləri, bu fontu görməkdən ürəyim bulanır kod yazmaqdan. Mən ona bezmək deyirəm. Çətin sual insanı bezdirmir əslində. Çətin sual əslində sizi saxlayır ki, qoy mən biraz əslində çox qəribədir. Yəni çətin sualın həlli həmişə ağılda qalır və bəzən 3-4 gün, hətta aylarla beynində qalır. Sonra birdən ən əlaqəsiz momentdə gəlir həlli. Çətin suallar əksinə yaxşı şeydir. Müəllim Spider-Man spoiler yarır, orada İngilizcə vaylı da yazır. Vaylı görməkdən bezmişəm. Ayda Spider-Man spoilerı demə. Az qalıb baxmağıma, hələ baxmaq çox spoiler yeyəməyə çalışıram. Həm də gəlir spoilerlar, amma gözümü yumuram. Nəsə ki, hər həftə zat baxıb həll eləmək lazımdır ki, spoilerlar yeməyəm. Qabağıma çıxan kimi o sonsuzdur. Hə, onu elə qışqıram. Prosta qabağıma reel falan çıxanda birbaşa tez keçirəm ki, oxumayım yazını. Bir Odiseya baxmamışdan qabaq elə idi. Ona baxdım, canım qurtardı. Mənim Spider-Man-ə baxırsınız. Nə olacaq ki?
Uşağam. Yəqin ki, ən birinci Tobi. Tobi Spider-Man idi. Andrew nə bilim. Tom uşaqdır. Andrew nə bilim, Andrew yaxşı idi əslində. Amma Tobi nədən? Tobi çünki onu yaradandır da, yəni. Mən uşağdım, yəni sırf ona. Hı hı. Okay, burada deməli restoranın adları verilir və qabağında həmin restoranın 100 üzərindən skoru kimi bir şey verilir. Müəllim deyim indi mən həllini. Həllini yox, şərtinə də başa düşməyə çalışıram. Restoranlar əlifba sırasına görə düzülübmü? Düzülmüyüb baxın. Bir saniyə. Yox, şərt var ki, restoranın adları leksikografik orderlə düzülməlidir, yəni əlifba sırasına görə düzülməlidir. Hə, mən o sıra ilə təqdim edirəm, okey. Eyni iki dənə restoranda eyni skoru ola bilməz. Əgər okey. Hə, okey, tutdum, hə. Onda birinci Kazan olmalıdır. Kazan 50, Kazan 35. Müəllim sadəcə inputunu necə verək deyə bilərəm. Input string, hə, de. Müəllim elə bir dənə string götürək, bir dənə də ll götürək. While-sində stringi də eləyək onu da. Olar. Yəni sualın şərtini uşaqlar bunu deyir. Məsələn, bu birinci şəhərdir, bu ikinci şəhər nömrələrinə uyğun olaraq 1, 2, 3, 4, 5, 6-ya qədər düzülübdür. Siz bu nömrələri çıxışa verməlisiniz ki, bu şəhərləri necə düzəltsiniz. Bəs şəhərləri necə düzəltməlisiniz? Birinci şərtiniz odur ki, şəhərlərin adları əlifba sırasına görə azdan çoxa getməlidir. Yəni məsələn A, B, C, D, Y belə Z-ə qədər belə getməlidir bu ardıcıllıqla. Və müqayisə də necə olur uşaqlar? Baxın, məsələn, deyərsiniz ki, bu ikisi də K ilə başlayır da. Niyə Kazan bu şəhərdən daha qabaqda gəlir? Çünki uşaqlar müqayisə belə gedir. Birinci ilk hərfləri müqayisə edir, deyir hansı öndədir. Deyir ki, hər ikisi eynidir. Sonra A-nı eləyəndə görür ki, A H-dan daha öndə gəlir. Ona görə birinci Kazanı qoyur. Və əgər eyni şəhərdən 2 dənə varsa, məsələn, Kazandsa, hansının skoru daha çoxdursa, o şəhər sıralamada birinci gələcək. Baxın, məsələn, Kazan 50-ni birinci qoyub, sonra bunu qoyubdu. Eynilə burada. Bu şəhərdən də 2 dənədir, amma 40 olanın birinci qoyubdu, sonra 20 olanı ikinci qoyubdu. Və sonra Moskovada da birinci. Nəyi? Kazan 50 üçüncüdür axı. Moskova 10-dur ikinci. Aha. Yo, birinci Kazan 50-dir. Sıfırdan nömrələnməyib, birdən nömrələnib. Hə, bax bu Kazan 50-dir, bax bu. Bu üçüncüdür. Bax 1, 2, 3. Hə. Yox, sən Kazan 50-ni neçənci deyirsən? Müəllim düzgün deyim, başa düşdüm. Yo, birinci verib də bunu. Uşaqlar, bir dəqiqə siz sualın şərtini səhv anladınız. Bir saniyə. Anladım. Hə, indeksdən. Ya. Müəllim yenə izah eləyin də şərt. Eləyirəm. Baxın uşaqlar, burada şəhərlər nömrələnir. Məsələn, bu birinci şəhərdir, bu ikinci şəhərdir, bu 3-dür, 4-dür, 5-dir, 6-dır. Baxın, görürsünüz, bu da şəhərləri məsələn nömrələyib çıxışa
verib ki, hansı ardıcılıqla düzülməlidir. Baxın, məsələn, Kazan 50-ni birinciyə qoyub, sonra Kazan 35-i ikinciyə belə-belə nömrələyibdir. Bəs bu nömrələmə necə olmalıdır? Bu nömrələmə belə olmalıdır ki, uşaqlar, bu nə idi? Bu nömrələnmə buna əsasən olur ki, birinci stringləri əlifba sırasına görə azdan çoxa düzməlisiniz. Yəni A-dan Z-ə belə deyim. Yəni məsələn də birinci tutaq ki, amal yazılıbsa, ikinci tutaq ki, əkbər yazılmalıdır. Yəni əkbər amaldan öndə gələ bilməz. Çünki əlifba sırasına uyğun olaraq amal əkbərdən daha öndədir. Əlifba sırasına görə öndə olmaq uşaqlar bilirsiniz nədir? Müqayisə baxın belə gedir. Hər hərfi müqayisə edir. Məsələn, ilk olaraq buradan başlayır. A daha öndədir, yoxsa Ə? A daha öndədir. Ona görə avtomatik olaraq amal daha öndə gəlmiş olur əkbərdən. Və yaxud da düşünək ki, belə bir şeydir məsələn. Amal bu da olsun, məsələn, Azər olsun tutaq ki. Burada görürsünüz hər ikisi A-dır. Bəs hansı öndə gələcək? Keçir ona görə o ikisi bərabər olduğuna görə M-ləri ilə Z-ləri müqayisə eləməyə. Yəni məsələn də tutaq ki, sizin 2 dənə stringiniz var, S1 ilə S2. Tutaq ki, biz belə bir şey yoxlayırıq, S1 S2-dən kiçikdirmi? Bu, baxın, bu müqayisəyə əsasən yoxlanılır. Yəni hərf bə hərf yoxlayır, hansı hərfdə ki, hansısa daha öndədir, demək ki, o daha kiçikdir. Yəni məsələn, baxın bu burada M Z-dən daha öndə gəlir deyə əlifba sırasına görə. Amal Azərdən daha öndə gəlmiş olur. Yəni mən burada sıralamaya qoysaydım da bunu daha öndə qoyacaqdım Azərdən. Aydındır bu müqayisə necə olur stringdə? Yəni əlifba sırasına görə daha öndə gəlmək nə deməkdir? Yəni hərf bə hərf biz məsələn də ədədləri belə yoxlayanda, məsələn x1 ilə x2-ni yoxlayanda hansı daha kiçiksə, məsələn bu şərt onda olur da. İndi stringləri elə yoxlayanda bu isə buna əsasən yoxlayır. Yəni hərf bə hərf gedir, hansı hərf ki daha öndə gəlir, onda fisyo həmin string daha öndədir. Yəni həmin string o birindən daha kiçikdir. Aydındır hamıya? Yəni stringlərin müqayisəsi necə olur? Müəllim, bəs Aydın deyilsə- qabağındakı rəqəm niyə verilib? İndi oralar keçəcəm. Stringlərin müqayisəsi hamıya aydındır? Necə müqayisə olunur stringlər? Hansı daha kiçik, hansının daha böyük olduğunu necə müəyyən edirik? Okey. İndi bu birinci şərtimiz idi. İkinci şərtimiz Müəllim, stringlərin qabaqda olmasıdır da. necə? Necə uşaqlar? Deyək. Müəllim, cavabdan desin. Deyək cavabdan. Deyək ki, qurtarmayacaq. Hə. Yox, ehtiyac yoxdur. Bax zaten 2 dənə stringi müqayisə eləyəndə o zaten bu məntiqlə müqayisə eləyir. Mən məntiqin başa saldım ki, bu müqayisə necə olur. Yəni əslində sən 2 dənə stringi müqayisə eləsən ki, S1 mi daha kiçikdir, S2 mi daha kiçikdir? Bunlardan kiçik olanı əlifba sırasına görə daha öndə gəlir. Yəni bu stringi müqayisə eləyəndə elə 2 dənə stringi. Bu zaten onu eləyir. Yəni çara çevirməyinə ehtiyac yoxdur ki, hərf bə hərf baxasan. Tamam? Yəni o məntiqi sadəcə oradan gəlir. Mən məntiqin başa salırdım ki, necə müqayisə olunur stringlər. Aydındır? Denən Əkbər. Əkbər sözünü unutdu. Müəllim, Əkbər. buradayam. Sadəcə mikrofonu açamırdım. Hə, de. Müəllim, burada elə bir növ çarlarına görə sıralayırıq da, düzdür? Çarı böyük olan qabağa gedir. Yəni. String olaraq kiçik olan daha öndə gəlir. Çarlara girməyin uşaqlar. Çarlara girsək çıxamayacaq. String Oldu olaraq müəllim. daha kiçik olan daha öndədir. İkinci müqayisə olmaq. Bəs məsələn, Kazan sözü eynidir. Bu rəqəmlərdə onların skorlarıdır. Əgər sözlər eynidirsə və siz hansının daha öndə gələcəyini bilmirsinizsə, onda bunların rəqəmlərinə baxırsınız. Rəqəmi daha böyük olan daha öndə gəlir. Yəni məsələn görürsüz Kazan 50, Kazan 35-dən daha öndə gəlibdir. Yəni sıralama bu şəkildə olmalıdır. Yəni birinci stringlərə görə sıralayırsınız, hansının ki skoru daha
böyük olacaq, əgər eynidirsə stringlər. Onda onu daha önə atırsınız. Okey. Bəs ağlınıza nə gəlir? Neyniyə bilərik sizcə? Bir 5 dəqiqə düşünün. Müəllim, bəlkə n qədər hər dəfəsində while-ı sin eləyək. Zaten sin eləyəsən sən bunları. Prosta necə sıralayacağını necə təyin eləyəsən. Və bunların indeksini elə eləməlisiniz ki, itirməyəsiniz uşaqlar indekslərini. Müəllim, Bəli. sualın şərti. Şərti? Bəli. Necə yəni? Müəllim, bildimə qabağa düşür. Amma bəs rəqəm o qabağındakı niyə yazırlar onu? Qabağından o ki, ona görə yazılıb ki, əgər sənin 2 dənə stringin, məsələn, kazan ikisi də bərabərdir. Nə biləsən hansını önə qoyasan? Onda da bu rəqəmlər dövrəyə girir ki, rəqəmi daha böyük olan daha önə gəlir sıralamada. Yəni rəqəmlər əgər stringlər bərabər deyilsə, heç bir işləmi yoxdur. Ha, arxada qəşəng Brazilian. Aydın oldu ki, yəni rəqəmlər niyə var? Bəli, müəllim. Ola bilər. Amma onların indekslərini eləməlisiniz ki, itməsin. Onları da nəzərə alın. Ədədləri necə? İndi baxın da vektor pairə də götürə bilərsiniz. Orası sizdən asılı olan bir şeydir. Ola bilər. Ümumiləşdirin, bəs o sortlama prosesi adı necə olacaq? Yəni, siz məsələn sortladınız. Sortlayanda tutaq ki, okey, stringlərinə görə sortlayacaq. Bəs kazan 35 həmin anda daha öndə gələcək. Onu nəzərə alın. Sortlayanda bu ikisi kazanlar bərabər olanda o daha, amma bunun həll yolunu eləyə bilərsiniz. Ona görə biraz düşünün. Hə, ki, nəyə əsasən müqayisə eləsin? Eləyə bilərsən, amma o biraz daha şeydir, yəni çətin bir şeydir. Mən sizə bir dəfə göstərmişdim, komparator deyə bir şey. Onunla eləyə bilərsən. Okey, gəlin baxaq uşaqlar. Fikir yürüdürəm, amma tam yürüdəmirəm də. Yəni axıra qədər getmir. Belə bir vektor götürəcəyik uşaqlar. Vektor pair LL pair yox, hələ ki istəmirəm. Pair LL çox LL dedim. Hə, V. Okey. Baxın. 3 dənəli vektor götürəcəyik. Bu vektor, daha doğrusu bu hissəsi string olacaq. Bu necə düzüləcək uşaqlar? Birinci vektorun burasında söz gələcək. İkinci cüzlükləri isə... Müəllim, bizim ailəmi sizə bunu. Yox, bilirəm, hə, bilirəm. Sadəcə ümumən deyirəm. İkincisində isə birinci o rəqəm gələcək, sonra isə bunların indeksləri gələcək. Yəni 3 dənə şeyi belə yadda saxlayacağıq. Sortlanma prosesi uşaqlar necə baş verir? Birinci sözlərə əsasən sortlanır. Yəni sözlərə əsasən sortlayacaq, amma bir dənə indi problemimiz var. Məsələn, kazan 35 var, bir də kazan 50 var. O bunları sortlayanda 35-i daha əvvələ qoyacaq və bu mənə problem yaşadır. Ona görə uşaqlar bunu çözmək üçün nə edəcəm?
pushback eləyəndə mənfi x deyə pushback eləyəcəm. Kim deyə bilər niyə mənfi x deyə pushback eləyirəm? Aha, məsələn də 35-i yox, mənfi 35-i pushback eləyirəm vektoruna. Ay sağ ol. Ona görə neyniyəcək? Bunu 50-li kazanı daha önə qoyacaq, düzdür? Böyüyünə götürəcək. Ay sağ ol. Yəni uşaqlar baxın, belə yer dəyişmələr lazım olanda bu mənfi taktikasını yadda saxlayın ki, yəni qabağınıza bunun Müəllim, üçün başqa şeylər də yadda çıxa bilər. Bəli. Rəqəmlər eyni olmayacaq. Orada şərtdə verib ki, rəqəm eyni olmayacaq heç vaxt. Əgər rəqəm də eyni olsaydı, onun indeksə görə sortlanacaqdı. Yəni uşaqlar, default bir ilk edirsən. sualına qədər sortlayır. Birinci buna görə sortlayır. Sonra sözlər eyni olanda bunlara əsasən müqayisə eləyir. Bu da eyni olandan sonra bunlara əsasən müqayisə eləyir. Pushback eləyirik, deməli, birinci S-i, sonra isə bunun yanına nəyi pushback eləyirik? Mənfi x-lə i plus 1-i. Sadəcə bu vektoru sortlayacağıq. Hə, olardı. Auto ilə gedirik, çünki bizə bunların first falan lazım olacaq. Və çıxışa... Müəllim, iteratorla gedəcək. Aha. Çıxışa nəyə verəcəyik? Baxın, bu first-üdür bunun. Bu hissə second-dır. Mənə second-ın second lazımdır. Yəni is, daha doğrusu second. Bunları end-dan çıxışa veririk. Müəllim, qısacası Cavidan olsaydı, indi onu da define eləmişdi. Bu vektoru çıxardaq çölə. Müəllim, bu qədər deyil də yəqin ki, həlli. Bu qədərdir. Bu qədərdir? Yəni də. Müəllim, inanmağım gəlmir. 3, 4, 6, 1, 5, 2. 3, 4, 6, 1, 5, 2. Siz nə gözləyirsiniz uşaqlar? Ay, nə oldu? Div 1-dən mi 7 sualdan 5-ini yaza bilsək? RFO bizim üçün sudur da. Div 1-dən heç vaxt o qədər yazamıyız. Yəni, Mənim əgər siz yazın fitri bilirsiniz. istedadsızsa yazarsınız. Mən Div 1-in qapısından girənmirəm hələ. Yəni, o vaxtı girənməmişəm, yəni. İndi də girənmərəm böyük ehtimalle. Div 1 biraz belə üst liqadır, elə bil. Yəni, o RFO-dan belə üstündür də, yəni RFO-dan belə çətindir. Yəni, bizim olimpiyada levelında olan bir şey yoxdur da, yəni Div 1-ə yaxın olsun. Beynəlxalqlar hə, amma bizim... Div 2 yaza bilirsiniz. Hə, Div 2, heç də Div 2 asandır. Amma Div 1, yəni başqa bir liqadır da, yəni o beynəlxalq olimpiyada kimi düşünün o. Div 2 asandır. Div 2-dən yəni A, B, C, D-yə qədər yazmaq olar rahat. Hətta yeni də bəzi yarışlarda yazmaq olur. Div 2-ni fullamaq da olur bəzən. Yəni Div 1 amma çətindir. Okey, baxaq bu suala. Müəllim, bunu desən Salih işləyib. Deməli, n dənə şey var.
Bu T-ni başa düşmürəm, T-ni. Okey, asan sualdır. Okey, uşaqlar, belə bir şey deyir ki, deyir sizə massiv verilir. Deyir siz bir dənə T ədədi təyin edirsiniz özünüzdən. Bu T ədədi 1 ilə n aralığında ola bilər. Bunu təyin edəndən sonra siz burada verilən ədədləri 2 dənə qrupa bölürsünüz. Bir hissə T-dən kiçik olan hissələrdir. T-dən böyük olmayan hissələr. Digərləri isə, digər qrup isə T-dən böyük olan hissələrdir. İndi deyir ki, T-dən kiçik olan necə? T-dən böyük ilə T-dən kiçiyin fərqləri T olmalıdır. Yox. Deyir T-dən kiçiklərlə T-dən böyüklərin arasındakı fərq, yəni deyir ki, sol qrup var, bir də sağ qrup var, düzdür? Biri T-dən kiçik olanlar, biri T-dən böyük olanlar. Deyir sol qrupdakı ədədlərin cəminlə sağ qrupdakı ədədlərin cəminin fərqi minimum olmalıdır. Və deyir ki, siz mümkün bütün bölünmələri nəzərdən keçirməlisiniz. Baxın, məsələn, burada 1, 2, 3-də. Deyir, T əgər 2 olarsa, T2 olarsa, birinci qrup nə olacaq? 2-dən böyük olmayanlar 1, 2-dir, düzdür? 2-dən böyük olan isə bir dənə 3-dür. Yəni, sol qrupda olacaq ədədlərin cəmi 3, sağ qrupda isə yenə bir tərəfdə qalacaq 3 və bunların arasında olacaq fərq 0. Məsələn, baxaq bura. T əgər 2 olarsa, sol tərəfdəkilərin cəmi olacaq 3, bu birləri götürsək. Sağ tərəfdəkilərin, bir dəqiqə, bu niyə belə bölübdür? Biraz səhv bölü, bax, elə bir. T'lər hansı ki T'dən böyük olanlar. Bir saniyə. Bu birinci qrupda bu 3-ü necə bura atıq ki? Bu 2-dən böyükdür axı. Daha doğrusu 1-i necə bura atıb? Bomba düşmədi. Bir saniyə. Müəllim, yəqin ki, biri balaca olanda onu da böyük qrupa atır. Burada yəni bax, məsələn, belə də bölə bilərdik də şərtə əsasən 1-1-1-ləri bir qrupa atardım. Buranı cəm eləyərdi 3, sağdakılar da eləyərdi 3. Üstündən 3 çıxanda 0 olardı. Amma deyirsən, müəllim, səhv eləmirəmsə, burada T ilə əlaqəsi deyil. T elə bil T qədər ədəd götürə bilir. Yox. T burada indeksdir. Okey, tutdum. Mən səhv oxumuşam son şərti. Məsələn, T-ni 2 olaraq təyin eləsəm, ikinci indeksə qədərki ədədləri götürsəm, bunlar sol tərəfdəki ədədlərdir, sağ tərəfdəki ədədlər də belə. Yəni, indeksə əsasən bölür, ədədləri müqayisə eləyərək bölmür. Yəni, müəyyən bir indeksə qədər indeksin solunda qalan ədədlər və sağında qalan ədədlər. Aydın oldu, əslində sual daha sadədir belə. Yəni, bunu adi gedib belə yoxlaya da bilərsiniz bir-bir hamısını. N-də kiçikdir, 100-dür. Yəni, gedib bir-bir, məsələn də mən 3-cü indeksə qədər götürsəm, buranın cəmi və sağdakı ədədlərin cəmi. Bunda necə eləyəsiniz, uşaqlar? Bir dənə ümumi cəm deyə bir şey eləyəsiniz, bütün ədədlərin cəmi. For-da gedə-gedə təyin eləyəsiniz. Məsələn, cəmliyə gedəsiniz. Məsələn, bu ikisinin cəmi, buranı tapdınız ki, artıq sol tərəfin cəmi, məsələn, 50-dir. Sağ tərəfi necə hesablayacaqsınız? O ümumi cəm ki, tapmışdınız, ümumi cəmdən bu 50-ni çıxarsınız, sağdakı da o biri cəm eləyəcək. Gəlin baxaq. Müəllim, bir dənə gözləyim. Həyəcanlanma. Burada şeydir, for-da int i-ni 0-dan başladıb t-yə qədər gedə, i-ni T-ni bilmirsən axı. Müəllim, t-ni sin eləyirik də.
T-ni sinirləmirik, Aa, T-ni özümüz təyin edirik. buna vermə. Asandır, asandır. Baxın, bir dənə ümumi cəm deyə bir dəyişən götürürəm. Cəm 0 olsun. Bura bütün ədədlərin cəmini əlavə edirəm. Necə? Cəmi necə bu qədər böyük? Böyük yazdım ki, ümumi cəmdir də böyük cəmdir. Bu yadımızda qalsın. i0-dan i-nə qədər gedirəm. Daha doğrusu n-1-ə qədər gedirəm. Sol qrupdakı ədədlərin cəmi necə tapacam? Bir dənə kiçik cəm deyə bir şey götürürəm. C olsun hətta. C-nin üzərinə ayını gəlirəm və deyirəm ki, birinci tərəfin cəmi C olacaq. İkinci tərəfin isə cəmi böyük cəm çıxılsın C-yə bərabər olacaq. Və denəyəcəm. Bir dənə mini götürürəm. 1-18-ə bərabər olsun. Mini də bərabər olacaq minimum. Mini ilə ABS birinci çıxılsın ikinci. Və siyahıda bu minini verir. Aydın oldu, elə bir vizual olaraq iki hissəyə böldük. Sol və sağ hissələrə. Müəllim, bu dərsə rekordinqin qoyası. Niyə qoymuyorum? Bilmirəm müəllim. Nəyə görə dedim? Müəllim, uşaqlar qoşulmadı deyə. Yəni də qoyacam, məndən bir şey getmir ki. Baxsınlar. Mən zaten public qoyuram, yəni dərs hazırlıqda olmayan birisi belə internetdən girib baxa Yox, bilər. müəllim, bəzi şəxslər sual. O heç, yəni olsa həmişə qoyuram, yəni mənim problem deyil. Yox, Əcəvdən, başqa şey deyirəm müəllim. Çünki bəzi uşaqlar dərsə girib valideynə şikayət. Necə? Bir də deyəcək. Müəllim, bəzi uşaqlar elə bir yarışa girib, yəni rekordinqə girib baxanda görəcəklər ki, valideynə şikayət gedəcək. Hə, ona görə hə. Zaten Salihə hər türlü gedəcək. Bir saniyə, 1-2 dəqiqə gəldim uşaqlar. Sualı yazmışam mən müəllim. Cavidan, dərsləri yükləyərək YouTuber olmaq məqsədim var. 3 abunən qaldı. Bu Apple sualı. Sən yazmısan deyəsən bunu. Cavidan, bu exam 35 deyil. Exam hə. Ay Cavidan, ana necə yazmamısan? Bax maraqlı gəlir. Son şərtimi bilmirəm, amma %100 çox asan idi. Hər zaman asan da olur zaten. Yox, müəllim, mənə qəribə gəldi. Yəni C sualını yazan uşaq A-nı necə yazmayıb? Yəni A sualını çox asan idi. Müəllim. Cavidan niyə alını yazmamısan? C sualını yazan uşaq. Okey, baxaq gələcəkdən. N dənə alma var. Nə gözəl.
Müəllim, A-nı başqa yazmayanlar da var. Gəlin baxaq da mən. Baxacam ayət. Salih də yazıb deyəsən. Salih yazıb. Salih yazıb da Cavidan yaxşı. Heç bir görürəm, nə olsun mən də yəni Cavidan yalan demək Savunmaq lazımdır uşağı. lazım deyil. Ay müəllim, Azərbaycan Cup'ın ikinci turunda köçür. Bağışla Cavidan. Yox. Söhbət uzanacaq ona görə deyirəm. Ay müəllim, Azərbaycan Cup'ın ikinci turunda görəsən köçürtmə mümkündür? İkinci turu? İkinci tur Bəli. olmuyor. Olub müəllim, yəni mümkündür. İnanmıram. Şübhələndiyim biri var. Necə? Ha, olar. Yəni bilmirəm Əkbər, yəni recording aldada Müəllim, bilibsə zaten bir müəllim professional. bir şey fikir verdim. Recording heç önəm vermirdi. Kamera yox idi. Kamera əslində var idi müəllim, amma önəm vermirdi. Ola bilməz elə bir şey. Müəllim həqiqətən elə idi. Yəni mən məsələn, anam gəlib vəziyyətimi soruşurdu. Mən ona nəsə deyirdim, əslində məni diskvalifiyə eləməli Yo, idilər. o ona görə diskvalifiyə olunmursan ki. O gedib bir-bir bütün recordinglərə baxır, xəbərin var. Necə yəni müəllim? Yəni insan onu analiz edir də, yəni o bir-bir sənin ananın səndən nəyisə soruşmağını niyə diskvalifiyə eləsin ki, əgər orada sualla bağlı bir həll eşitməyibsə sənin səsində. Müəllim səs açıqdır, səs açıq deyil axı. Açıqdır. Hər şey açıqdır. Səs də açıq idi müəllim. Hə. Ha. Şəklini çəkib və keçibdi o biri tura. Bəli müəllim. 100%. 100% müəllim var idi. Yəni mən də onu bilirəm. Adın, soyadın verin, diskvalifiyə elətdirək. Yox müəllim. Nəysə, sizə Müəllim, hansı amma bəzi adamlar boş yerə kəsilib. Məsələn, Aminə haqsız yerə kəsilibdi. Aminanı keçmədilər o biri tura. Keçirtdilər müəllim, amma zorla apellyasiya verdilər də, yəni ilkindən keçirtməli idilər. Bu İnterneti arada, yəni əslində bu tipli uşaqların olmağı finalda bu sizə xeyirdir, yəni. Yəni rəqib deyillər əslində onlar. Bizə nə deyirəm? Mən sual şərtini nədə tutanmamışam. müəllim düzü sualın şərtini mən də anlamadım heç. Ay müəllim, ChatGPT alınmır. ChatGPT-yə sual atıram, cavab vermir. Niyə cavab vermir? Yox müəllim, yəni pis mənada başa düşməyin, kod yazmaq mənasında yox. Sualın, yəni tərcüməsini istəyirəm. Elə burdakı kimi tərcümə eləyir, iç-içə, enləri zadı, bərbad görsən. Anlamıram heç nə. Screenshot'ını at da copy paste eləmə. Screenshotın? Mhm. Müəllim, burada necə screenshot eləyirlər ki? Hə. Windows'dan bilmirəm necədir. Windows'da bilən varsa desin. Müəllim, Mac-də asandır. Yox, əslində eynidir. Prosta məncə Windows Shift S olmalı idi. Print screen də olmalıdır. Print screen var klaviaturada böyük ehtimalla. Numlock tərəfdə olmalıdır.
Müəllim, məndə pırtısı deyə bir şey yoxdur. Hə, yoxdur. Xeyr. Bir dənə Windows Shift S elə. O eləməlidir screenshot. Müəllim, məndə nəsə proqram var, bilmirəm. Həmişə açılır, eləyirəm ya başqa vaxtı. Yandex nədir? Nəsə elə bir proqram var burada. Screenshotu o eləyir. Hə, Windows Shift, yox Windows Shift S imiş. Həmən də onu dedim, nerə deyəsən. Windows Shift S də eləyə bilərsən. Hə, Windows Shift S yaxşıdır elə. Ya da print screen düyməsi varsa onu basa bilərsən. Burası ChatGPT-yə 3 dəfə ata bilərsən. Şəkil ona görə problemdir. Free versiyonunda 3 dəfə şəkil ata bilsən, ondan çox ata bilmirsən. Müəllim, free deyil. Free deyil. Ha, onda 3. Deyil. Nədir Pro-dur? Plus. Hə, Plus-da. Plus-da nə qədər verirdi yadından çıxır. Müəllim, sınırsız. Mən kasıbam, məndə free-dir. Yo, müəllim, düzünü deyim, anam işinə görə alıb, yəni. Yəni dons da lazımdır əgər bir şeylə məşğul olursanız. Məndə var idi, amma mən yayda biraz az iş görürdüm. Müəllim, Pro versiyaya baxın, görün necə bahadır, 6 qatı. Pro versiyası yəni əslində yaxşıdır. Yəni nəyə görə yaxşıdır? Əgər çox məşğul olursansa, orada Müəllim, Pro deyəsən videoda düzəldir, şəkildən filan. Cloud daha yaxşıdır. Cloud-da da eynidir, onsuz da şeylər, qiymətlər. Prosta bunun prosu, yəni bunun limitlərini doldura bilirsən də. Yəni limiti dolur yəni həqiqətən. Burada məsələn more usage deyir, amma more usage'ın limiti dolur. Yəni orada token var. Yəni əgər yəni gündə 30 dənə falan verir yəni. Siz indi buradakı suallar məsəl danışmağa əsasən deyirsiniz də. Danışmağa əsasən dolduranmarsınız o limiti. Amma məsələn kodda istifadə eləsəniz onu, kod yazanda o kömək eləmək üçün, yəni necə deyirəm, olimpiyada yox. Yəni nəyisə böyük bir problem əldə edirsənsə, kodla nəsə yaradırsansa, orada hər şey cloud-da məsələn tutaq ki, prompt verirsən, o sənə dediklərin əsasən nəsə yaradır da. Onda orada token var. Məsələn, tutaq ki, bir dənə verdiyin promptda tutaq ki, 20.000 dənə token istifadə edir və sənin də ümumi məsələn də 650.000 dənə token verir. Onu dolduran kimi limitin dolur, bir də gözləyirsən ki, 2-3 günə o limit. Müəllim, bəzən ChatGPT-dən o qədər istifadə edirəm ki, mənə axırda deyir ki, artıq olmaz. Limitin dolub. Yəni yaxşıdır. Sırf yəni həqiqətən dəyər bəzən o 20 dollara. Okay. Mənim bir dənə atın da görək sizdə yaxşı verir. Verəcək. Sən onu xoş gəldin. Şəkil Siz ata nə bilərsən. yazırsınız ki, bizdə vermir, sizdə verir. İçin yazda yazdım, uşaqlar prompt gördünüz də. Yəni adicə tərcümə edin, yazın, yazıb verməlidir onsuz da. Çox qəribə deyə müəllim tərcüməsi. Bir dəqiqə, burada sual deyəsən şərti yenə eynidir. Səhv eləmirəmsə. Eynidir. 7, 5, 12, 6 yox. Optimal choice is to eat apple. Müəllim, deyəsən 2 dənə bizim almamız var, səhv eləmirəmsə. N dənə almamız var və bunların elə bir növ dəyərləri kimi bir şey var. Dəyərlər də necə olur? Burada bir sizə L dəyişəni verir. Məsələn, birinci almanın dəyəri L plus I minus 1-ə bərabər olur. I də 1-dən N-ə qədər nömrələnibdir. Siz indi böyük ehtimalla N-1 dənə alma yemək şansınız var. Məsələn, bir saniyə, bir dənə buradakı test case-i yoxlayayım. Əgər şərti düz başa düşmüşəmsə, başlayalım. Bir saniyə, koddan yoxlayaq. Müəllim, Cavidan yazıb da, o şərtini deyə bilər məncə. Hə, Cavidan, de gəl. Cavidan deyəcəm, mən nə vaxt yazmışam, müəllim yadımdan çıxıb. Aha. Unutarsan da çox responssuz. Birdən N-ə qədər I++ deməli vektora pushback elə L necə idi düstur? L plus I minus 1. Bunu deməli sort
Müəllim, voidin yerinə function LL yaza bilirəm. Ne? Yo yazamırsın. Sol vansiz voidlə işləyir. Fərqi var da, yəni yazamırsan ona görə. Amma Yəni əslində kullanışlı çox deyil. mənasız bir şeydir. While-ı bir minus eləmək. Mənasız deyil. O while-ı minus eləməyin, çünki mən onun yarışlarda istifadə edirəm deyə o template əslən yarışlarda istifadə Bəli, olunur deyə. while minus o sadəcə deməkdir ki, yəni while-ı bir dəfə fırladırsan, o sol. Həmişə bir dəfə fırlatmırsan da, bizim orada o yarışda istifadə elədiyimiz suallar həmişə n dəfə fırladır. Yəni məsələn də tutaq ki, sizə n dənə deyir ki, test case verirəm. Codeforce-un girin suallarına baxın, həmişə sizə n dənə test case verir. Ona görə orada sürətli yazmaq üçün həmişə o template hazır olur bizdə. Okay, sual şərti belə deyilmiş. Yəni son şərtim məktub Bir saniyə. qəbul. Cavidan koduna baxım, sual şərtini oradan uydum. Kodu rahat koddur, yəni sual özü də rahatdır. Müəllim, bu nədir? Miniyə bərabər olmayanların cəmini tapır. Minimum ədədləri götürmür, yəni. Nəysə, başım bırax, xoşum gəlmədi bu sual. Keçək biraz fərqli tip. Bayaqki tipli, məsələn, o vektor tipli suallar olsa maraqlı olar. Exam 36. Burada nəsə C sualı. Müəllim, C həmişə çətindir. Uyda, bu nədir? Hə, bax, bu düstur deyildi, mən o vaxt sizə. İki koordinat arasında olan məsafənin düsturu budur uşaqlar. Oydu müəllim. Bu nədir belə? Adətən bu qədər D-dimensional görmürsünüz, two-dimensional görmürsünüz. Kimsə yazır. Yox, heç kimə. Hə, okey. Asan sual oxşuyur. Hə, okey, asandır. Deyir ki, bizə koordinatlar verəcək uşaqlar. Məsələn də bu iki koordinat da ola bilər. Yəni Müəllimə bildim deyəsən, hər dəfəsində aşağısı ilə eləyirsən. Amma Hə, bu bizlik deyil. Çünki cavab kök 6-da 58 eləyir, biz də onu bilmirik. Bilmənizə ehtiyac yoxdur zaten. Riyaziyyatda deyil ki, kod yazılır. Baxın. Bizə belə koordinatlar verəcək. Məsələn, 3-dür, deyəcək sənin 3 dənə koordinatın olacaq və hərəsində koordinatın içində də 4 dənə ədəd yerləşəcək. Yəni koordinat bildiyiniz kimi həmişə x, y olmur uşaqlar. Yəni bunun 3 dimensional olan da var, 4 olan da var. Yəni bunlar adətən məktəbdə 3-ü görürsünüz maksimum, amma burada indi 4, 5 belə uydurun da, belə şeylər olur. Və bunlar koordinatlardır uşaqlar. Siz deyir ki, hər dəfəsində 2 dənə koordinatı götürəsiniz və bunların arasındakı məsafəni tapasınız. Məsafəni tapma düsturda necədir? Bunları alt-alta çıxırsınız və kvadratlarını tapırsınız. Və bunların kvadratlarının cəminin kök altısı sizə bunların arasındakı məsafəni verir. Baxın, eyni ilə burada olduğu kimi, bu düsturda olduğu kimi. Baxın, məsələn, baxın, görürsünüz, y1-dən z1-i çıxıb onun kvadratı, üstə gəlsin y2-dən z2-ni çıxıb. Bunlar 2 dənə ayrı koordinatın arasına qalan məsafənin düsturudur. Bunların da ümumi kvadratlarının cəmi bizə verir nəyi? 2 nöqtə arasındakı məsafəni. İndi biz deyir ki, neçə dənə cütlük tapa bilərik ki, neçə dənə belə qoşalıq tapa bilərik ki, onların arasındakı olan məsafə tam ədəddir. Yəni, məsələn, baxın burada, kökün altından tam olaraq 5 çıxıbdır. Amma burada kökün altından 58-dir, tam ədəd çıxmayıbdır. Tamam, biz elə ədədlər tapacağıq ki, onun altından tam ədəd çıxsın. Yəni, elə cütlüklərin sayını tapacağıq. Asandır. Yəni, baxaq görək nə edirik. Deməli, bizim n-imiz var, bir də d-imiz var. Sin n-də eləyirik. Burada bir dənə problemimiz olacaq. Problem olmayacaq əslində. Müəllim, qısacası bu dəfə qurban ancaq
Salih oldu da müəllim. Bəli. Yaxşı müəllim çox adama yayılmadı. İndi 2D massiv götürdük uşaqlar. İndi nə edəcəyik? Bu ikisini belə müqayisə eləməyəcəyik. Fantastikləşdirməni hələ görməyəsiniz, amma görə bilərsiniz hər an. Yox, yəqin birdən davam edərik. Hələ ki birdən davam edək. Müəllim, gəlin belə bir şey eləyək. Ümumi olaraq sual çox işləyəydi. Məsələn də bir dərs sualı aşırı çox işləyən uşaqlar məsələn də bir günə bir dənə yazsın. Az işləyənlər 3 dənə, orta işləyənlər 2 dənə məsələn. Lazım deyil. Onsuz işləməyəcək yəni. İşləməyənə desən onsuz da yenə işləməyəcək. Yəni ona görə fərq eləmir onları. Bir saniyə, bunun bir dənə asan, daha doğrusu kodunun rahat versiyasını fikirləşirəm. Bu Exam 36-nın C-si mi? Hə, C-si. Bunları rahat necə müqayisə eləyək ki, sizin də başınız qarışmasın. Belə AEJ-lər. N neçə idi? N 10 idi də, düzdür. Okay. Müəllim, hər bir aydan ayı üstəgəl birləri çıxsaq ya məntiqli deyil. Ancaq ayı üstəgəl bir olmayacaq. Bəlkə 2 dənə o tərəfdəkindən müqayisə edirsən. Yəni həmişə qoşasına baxmırsan da başa düşdün. Bəli. Sadəcə müəllim, ayı üstəgəlin 1, üstəgəlinsin müəllim, J-nin indeksi də, yəni i-nin indeksi üstünə gəlirik. Bir dənə fikirlisən Cəmrə. Müəllim elə onu deyirəm, bəli. Ayı bərabər olsun, ayı çıxılsın, ayı üstəgəl 1, üstəgəlsin i. Əkbər yaxşı. i-nin indeksi. Müəllim, Cavidan başa düşdü, Cavidan başa düşdü. Müəllim, ümumiyyətlə deyim, necə bir şey deyirəm. Bəli, müəllim. Elə bil AI-dən AI üstəgəl 1 i-ninci indeksi çıxıram. Elə bil ki, bəli, müəllim, alt-alta i üstəgəl 1 olur, J-də i qədər gəlir də. Onda belə bir şey deyirsiniz məncə. Müəllim, yox, belə şey yox. Necə belə şey yox? Cəmin üstünə müəllim hər dəfəsində AI çıxılsın, AI üstəgəl 1 i gəlirik. O necə olur? AI-dən necə çıxa bilərsiniz? Siz AI var. 2 dənə olmalıdır. Ay müəllim, yoxdur. J-yə girmədən. Müəllim, J-yə girmədən elə. J-yə girmədən AI yazaq da. Elə şey yoxdur axı. Sən necə 2 koordinatlı bir şey AI yazasan? Müəllim, J formuna girməsə, orada AI yaza bilərik. AI yazanmarsan, axı səndə 2 dənə koordinatlıdır bu. Necə AI yazırsan? Müəllim, onda onun içində yox, cəmin üstünə hər dəfəsində. Yox, bir saniyə, sən 2D massivdə necə bir dənə indekslə ifadə eləyə bilirsən ki, sən AI deyəndə nəyi nəzərdə tutursan? Müəllim, AIJ-dən AI üstəgəl 1 Yox müəllim, bir dəqiqə. 100% verirəm nəsə var. Cəmin üstünə gəlirik, AIJ çıxılsın, AI üstə gəlsin 1-də i.
Bəli, müəllim, belə. Bu nədir? Bəli. Bir saniyə. Müəllim, çünki hər bir AİJ elə bir i-nin artdığı yerdə i qədər də elə bir j olur da, bildiniz? Hər dəfəsində onu Bu çıxırıq. bunun iyi olmağı məntiqsiz oldu axı. Sıfırda Müəllim, qalacaq həmişə. müəllim, i-nin olmağı məntiqsiz deyil, müəllim. Elə bir i bizim ifadə etdiyimiz, yəni j qədər artmasıdır. Yəni o da i qədər artır, çünki onsuz da o sətirdədir. Əkbər, bir dənə dəqiq beynində sən hamısını düşün. O düzgün deyil deyəcəyim. Yaxşıdır müəllim. AİJ çıxılsın AI üstəgəl 1J. Olmayacaq da o problem yaşanacaq. Hayda. O necə eləyə bilər ya? İndi şunlar indi yazdığımız sualla bunun nə əlaqəsi var? Müəllim. Oyda, Baxın müəllim. uşaqlar, bu Parlaq sıra fikirlər bir gəldi yoxlayaq. bugün. Baxın, birinci A00-la gəlin baxaq görək nəyi müqayisə edəcək. Baxın, lap birinci forda 0, 0, hər şey 0-da Amma düzdür. ümumiyyətlə bizdən nə istəyir? Bir dənə səbirli olun. Bayaq dedim nə istəyir? Peyirlərin sayını istəyir. Hansı ki Müəllim, Bir dənə- cəmin üstünə hər dəfəsində AİJ çıxılsın, AI üstəgəl 1J vurulsun, AİJ çıxılsın, AI üstəgəl 1J-ni gələk. sizcə İJ-lərlə məzələnərsiniz uşaqlar? Yox müəllim, həqiqi mənada da. Bilmirsiniz nə deyil. Cəm bərabər olsun, cəm üstəgəlsin, mötərizədə AİJ çıxılsın, AI üstəgəl 1J vurulsun, AİJ çıxılsın, AI üstəgəl Mən beynim 1J. bu qədər İJ-ni necə emal eləyir ki, sən bunu çatdırıb deyə də bilirsən. Ay müəllim, elə bil belədir. Sadəcə AJK-nın yerinə AI üstəgəl 1J olsun da. Eyni şeydir müəllim. Məntiqlə fikirləş də, i üstəgəl 1 olmur. Yəni bir sətir aşağı düşür də. Siz nə yaşayırsınız uşaqlar? Bir Mənim saniyə. beynim yandı özümün. Mən bu ifadəni bir dənə düzəldim. Narahat olmayın, yazmışıq sualı. AİK, AJK, AİK, AJK, A00. Dediyim məntiqli idi ya. AİK, yox AİJ üstəgəlsin. Yox AİJ çıxılsın. AI üstəgəl 1J vurulsun. AİJ çıxılsın. AI üstəgəl 1. Ay Əkbər, nəfəs al, xahiş edirəm. Bunu nə çatdırırsan bunu deməyə? Heç nə başa Məntiqlidir də. Çünki onsuz indeks bir dənə aşağı düşür və yəni iç-içə forum qaydalarına görə yəni sətirlər, yox sətirdir yoxsa sütunlu bilmirəm. Deyəsən sətirdir. Deyəsən yoxsa sütundu. Ayda, bütün beynim yandı Əkbər. Yazmaq istədiyimi də unutdum. Mən nə yazmaq istəyirəm? 0 verdi. Niyə 0 verdi ki bu? Hə, bu. Amma ortada bilmə işarəsi. Ortada hə. Amma çıxılsın. AİJ çıxılsın. AI üstəgəl 1J vurulsun.
Yox, elə bir birinci tərəfi düz yazdın, ikinci tərəfə girməmişdən ortada vurma yazırsan. Bir də o ikinci tərəfdə ortasında mənfi yazırsan, minuslu. Yani düz olsa şaka düşüyorum. Sən bir düşdün. Hə, belə, amma bir dənə də o birisi ikinci tərəfdə də minus elə ortamı vəsə. Müəllim bu belədir. İzləyirəm bir dəqiqə. Sizə maraqlıdır. Ay müəllim beynimizi gəlişdiririk də, bu da pis deyil. Eləyindən nə deyirəm? Hə, bu belə. Okey, bir saniyə Əkbər. Bu dediyin şey, birincisi bu iki dənə ifadə eyni ifadə olmalıdır. Həbərin var sənin? Əgər kvadratlarını tapırsansa, bu dəqiqə biri i-1-dir, biri i+1-dir. Başa düşdüm. Sən burada bunu eləyirsən də əslində bax. Bu ikisini bir-birinə vurursan da koordinatı. Məsələn, y1 çıxırsa z1 eyni koordinat deyil axı burada. Birin budur, bu iki koordinatı fərqinə baxırsan. Birində i-1-lə fərqinə baxırsan. Ya ikisi də i+1 olmalıdır, ya da ikisi də i-1 olmalıdır. Baxın indi uşaqlar, nə edirik? Bax, kod necə işləyəcək? Mən bir dənə sıfırdan götürəcəm. Sanki uşaqlar belə gedəcək. Yuxarı sətir, baxın məsələn, bura xxx belə yazıram. Bizim kodumuz nə edəcək uşaqlar? Məsələn, mən bununla bunu müqayisə eləyəcəm. Bunu, bir də bunu. Sonra düşəcəm bundan, bunu. Düşəcəm bura, bundan bunu. İndi baxaq görək necə eləyirik bəs. Baxın, bir formu sıfırdan başladıram, n-ə qədər aparıram. Digər j formu isə i+1-dən başladıram. Avtomatik olaraq mənim i form buradadır hal-hazırda. J form isə buradadır. Və k-for açıram bir dənə. O da sıfırdan d-yə qədər gedir. K-for isə uşaqlar belə hərəkət edir. Baxın, sıfırdan bu tərəfə doğru. Mən deyirəm ki, ik-dan, yəni buradan, məsələn, bundan çıx j-kanı. Sonra burada i-nə, ik-dan j-kanı, zaten bunların ikisini bir-birinə vururam və bunları cəmləyirəm. Yəni, bu necə olacaq? Məsələn, a0 0-la a1 0-ı, a0 1-lə a1 1-i. Tamam, belə alt-alta baxacaq. Bunları cəmləyəcəm. Deyəcəm ki, birinci bunun kök altısını tapacam. Deyəcəm, əgər kök altısından çıxan ədədi öz-özünə vuranda cəmin özünə bərabər olursa, demək ki, bu kökdən tam ədəd çıxıbdır. Nə demək istəyirəm, onu da görsədim. Məsələn, kök altı 52-dən nə çıxacaq? 7 tam nə qədər? Düzdür? Amma mən bunu L-ilə bərabər eləyəcəm, o 7-yə bərabər olacaq. Və deyəcəm ki, 7 vurulsun 7, 52-yə bərabər olmaz. Buradan tam ədəd. Necə? Yox, baxmayacaq. Elə bil ki, tam hissəni tam hissəyə vuranda, əgər həmin ədədə bərabər olursa, demək ki, bu kvadratik ədəddir. Bərabər olmursa, kvadratik ədəd deyil. İndi uşaqlar, baxın, bundan sonra fırlanıb gələndə necə baş verəcək? Mənim i formu elə burada qalacaq, j formu hara düşəcək? Bir dənə bunun aşağısına. Sonra gəlib bu iki peyri müqayisə eləyəcək. Sonra j foru yenə düşəcək bir dənə aşağıya. Gələcək bura. Sonra nə edəcək? i foru düşəcək bura. Və j foru da avtomatik olaraq onun altına gələcək. Sonra yenə j foru buna baxacaq. Əvvəllər yaxşı idi. Biz evə 2-də r verirdiniz, 10 dənə sual maksimum. Yazırdıq, bitirdi. İndi bütün yarışı verirsiniz, o da bəs eləmir. Bəli. Maraqlı sual idi və super sual idi. Ay, nə oldu uşaqlar? Müəllim, finalın hansı sualını alın? A sualı yəqin. Müəllim, bu məsələndə, yəni Hə. bu sual... O biri yarışlara baxmayacam. Battle of Brains-ə. Çünki hamısına inanmıram ki, baxarsınız siz bunu. Həm də hamı yazsın, hamı... Müəllim, valla düzün deyirəm, mən boş olan suallara baxmışam. Hamısını.
Həqiqətən müəllim. Hamısını. Mən tam saymışam, 3 dəfə kruq eləmişəm. 3 dəfə. Yəni getmişəm, Yaxşı. təzədən qayıtmışam, getmişəm, təzədən qayıtmışam, Müəllim amma kayıt oldu. getdi. Elədim. Mən də elə. Kayıt getdi. Böyük ehtimalla kaydı 2 yerə böləcəm. İnşallah Cavidan eləyir də. Getdi, sən bilirəm deyə 2 yerə bölərəm indi. Eyb yox. Bir dəfə də donsa da 3 hissəyə böləs deyirəm Cavidan yüklüyə. Müəllim, bu Deyəm. arada Əbülfəz müəllim neçənci lessondadır? Xəbərim yoxdur. Ayda. Bir dənə bunun sualına da baxaq, sonra Battle of Brains-ə qayıdarıq. Burada nə deyir? Deyir permütasiyamız var. P'yi ikinci ən kiçik ədəd olsun. i-1 ilə Oha, bu çox asan sualdır axı uşaqlar. Birində i-1-dən, aha. Hı. Asan sualdır. Sadəcə bir dənə massiv götürürük uşaqlar. 0-dan nə qədər gedirik. Sin ay eləyək birinci bunu, sonra sayı götürürük. Formumuzu başladırıq 1-dən, gedir n-1-ə qədər. Çünki həm i-1 eləyəcəyik, həm də i+1 eləyəcəyik. Və yoxlayıram. Əgər a-i -1-dən böyük olub, bir dəqiqə, bərabər olsa nə olacaq bəs? Olsa permütasiyadır, necə bərabər ola bilər ki? 1-dən nə qədər nömrələnib onsuz ədədlər. a-i -1-dən böyük olub, and a-i +1-dən kiçik olarsa. Bu oldu birinci şərtimiz. Else if isə a-i +1-dən böyük olub, a-i -1-dən kiçik olarsa. Düzdür? Məncə 2 alada baxdıq. Səhv eləmirəmsə. Müəllim, bir də zəhmət olmasa şərtdən keçərdiniz. Necə? Bir də zəhmət olmasa keçərdiniz. Okey, bax. Deyir ki, birinci sualla bizə elə P-lərin sayını tap ki, həmin P-yi özündən qonşuların arasında, yəni məsələn, tutaq ki, bu 3 özünün sol qonşusuna və sağ qonşusunun ədədlərin arasında, bu 3 dənə ədədin arasında ikinci ən kiçik ədəd olsun. Yəni bunların elə bil ortancılı olsun. Deyir neçə dənə belə ədəd varsa, onların sayını mənə deyin. Bax məsələn, burada 3-dür. Müəllim asandır ki. Yəni də soluna baxsam, bir də sağına Mən baxsam. şərtini bilmirdim sadəcə. Okay. Exam 36-da qurtardıq, getdik Battle of Brains-ə. Y sualı. String verilir bizə. Müəllim deyəsiz çox asan. Mən başa düşmüşəm müəllim. Deyəsiz çox asandır. Elə bil deyir ki, s.size çıxılsın 1 bölünsün 2-dən başlayan hissə ilə, yəni s.size çıxılsın 1 bölünsün 2-yə qədər olan hissə ilə s.size üstə gəl 3 bölünsün 2-dən s.size-a qədər olan hissəni müqayisə ilə bir-birinə bərabərsə palindromdur, bərabər deyilsə palindrom deyil. Yox, əsl palindrom yox, müəllim. Elə bil s.size çıxılsın. Bu hissələrdə deyir ki, bu hissələrdə palindrom olmalıdır. Yəni ilk şərtiniz sizə verilən string palindrom olmalıdır. İkinci şərtiniz ilk elementdən başlayaraq n-1 bölünsün 2-dən elementə qədər hissə palindrom olmalıdır. Üçüncü şərtiniz isə n+3 bölünsün 2-yə qədər, n+3 bölünsün 2-dən n-ə qədər olan hissə isə orada palindrom olmalıdır. Elə bu stringin yarısı deyil onsuz da. Ay, müəllim, deyəsən çətin sual deyil.
S size küt olmalıdır, asandır. Yo, bir dəqiqə bir şey oxuyacağam. Bax, məsələn, Akaskada, hə, düz deyirəm də 1-dən 3-ə qədər olan hissə. Hə, bir də 5-dən 7-yə qədər olan hissə. Hə, okey. M+3 7+3 bölünsün 2, o da hə Müəllim, 5-dən 7-yə sualı qədər. çətin, məncə çətin. Asan, asan, çox asan. Hayda. Dəhşət asan. Müəllim, Hələ deyim gözləyəcəm həllini, ki, yəni daha da qabağınızda görəsiniz ki, deyəcəm. mən nəyi yazmamışam bunu. Yo, müəllim, deyim həllini. Hə, de. Müəllim, S.substr eləyirik, həmin indeksdən başlayırıq axıra qədər. Sonra həmin o S.substr, məsələn, string x S.substr götürürük. X-i kopya bərabər eləyirik, kopya reverse eləyirik. Əgər bərabərdirsə C6 yes, əks halda no veririk. Bəli. Substr eləməsəz də olar. Substr-da belə yaza bilərsiniz ki, 0-dan S size bölünsün. O da olar. Fərqli üsullarla olar. Bunun çox üsulu var. Məsələn, mən belə yazıram. Tutaq ki, S1 götürürəm. Bir dənə S1-in üzərinə buradakı S-ləri gəlirəm. Bir dənə də bu form. Aha. Bir dənə də bunun M+3 bölünsün 2-sinə baxacağam. S size üstə gəlsin 3 bölünsün 2-dən gedir S size-a qədər. Sadəcə biz bunu bir dənə -1-dən başlayacağıq. Çünki 0, 1, 2, 3, 4. Aha, -1-dən başladırıq. Çünki biz 1-dən indeks, 0-dan indeksləyirik. Burada da ona görə bərabər götürməmişik buranı. -1-dən S size-a qədər gedir. Burada isə S2-nin üzərinə gəlirəm. Müəllim, nə əcəbcəm 1 cəm 2 götürmədiniz, S1 götürdünüz? Mənim string deyə ona görə. İndi 3 dənəsini yoxlayacağıq. Bir dənə string copy götürürəm, bərabər olsun S-ə. Yoxlayacağam ki, reverse eləyirəm. Məsələn, nəyi reverse eləyək? Copy begin, copy end. Və 3 dənə də məsələn bool götürək. Yəni bu arada uzadırmışam da ola Müəllim, bilər. ehtiyac var. Buna məncə ehtiyac yoxdur. Mən məsələn də içimdən belə keçdi. Yəni bunu fərqli dediyim kimi eləyə bilərsiniz. Məsələn, yoxlayacağam ki, copy S-ə bərabər oldusa, yenə də reverse eləyəndən sonra T1-i true eləyəcəm. Ondan sonra copy-ni gətirib bərabər eləyirəm S1-ə. Sonra yenə reverse eləyirəm bu copy-ni. Müəllim, neyiniz ki? S1-in palindrom olub-olmadığını yoxlayıram da. Amma bəli. Yenə bu hissəni tam copy-paste Müəllim, edirəm. copy-ni necə S1-ə bərabər elədiniz yenə? Fərqli şeyə bərabər edirəm də. Mən istədiyim şeyə bərabər edə bilərəm də. Niyə bərabər Müəllim, edirəm? 3-4 dəfə eyni şeyə. Yəni də dəyişirəm də. Dəyərini dəyişib başqa şey deyirəm. Bilmirdim. Siyahıya nə verirdi? Yes. Daha qısa yazmaq olardı, sadəcə bilmirəm. İçindən uzatmaq gerekir. Bu yesdim. Aydın oldu ama sualın şərti uşaqlar. Həlli. Bəli, müəllim. Müəllim, is harfi nə idi? Biz alfa hərf olub olmadığını yoxlayırdım. Bəli. Müəllim, əsl mənasızdır. Hə, mənasızda bir dənə şey də məna ola bilər ki, yəni məsələn də sırf kiçik hərflərdən ibarətsə, onu yazırsan ki, kiçik yanla kiçik z-in arasına yerləşirsə. Amma həm böyük, həm kiçik hərf ola bilərsə,
onda gərək 2 dənə şərt yazasan ki, kiçik yandan kiçik z-in arasında yerləşirsə, bir də böyük yay ilə Yenə böyük də z-in bunu arasında yadda saxlamaqdan daha rahatdır. Əlbəttə, yəni onsuz da mən sizə demişdim də, sadəcə elə belə əlavə bir şeydir. Okay, Y sualı belə. Bir dənə də U sualına baxaq, ondan sonra yekunlaşdıraq. Biraz Çətin sualdır mənim bu. 3-cü sekretimiz var. The square root Aha, McDonald's. Okay, sayıram 50 saniyə. Çox maraqlı sualdır uşaqlar. Əkbər gələndə denən başlayırsan həllinə. Hə, okey. Bax, deməli uşaqlar, bizə belə bir bingo verilir. Həmişə 3-ün vurulsun, 3-ə bir dənə belə bir 2D massiv verilir. Və sonra bizə n verilir və n dənə də ədəd verilir aşağıda. Bu ədədləri, məsələn, 89 verilir. Gəlin, olan ədədləri bir dənə işarə eləyək. Yəni, bu ədəd hansı ki bingoda varsa, həmin ədədi burada işarə eləyirəm. Məsələn, 89 var. Sonra 7 var. Lato oynamısınız. Məsələn, lato kimi düşünün. Okay, lato kimi düşünün ki, ədəd çıxdıqca sanki onun üstünə qoyacağıq bu dəqiqə. Məsələn, 7-ni də qoyduq. 87. 87 yoxdur, qoymuram. 79 var. 24 yoxdur. 84 var. 30 yoxdur. Всё. İndi uşaqlar, biz Bəxt oyun deyə. Biz indi o vaxt uşaqlar latonu udmuş sayılırıq ki, məsələn, adi latoda məsələn qaydalar var da, məsələn, hər dəfə oynayanda başqa bir qayda qoyursan. Ta ki, mən bir sıranı doldursam uduram, 2 sıranı doldursam uduram və yaxud da bütün kartı doldursam uduram. İndi uşaqlar, bunu da elə düşünün. Siz ya sıranı dolduran udasınız, ya sütunu dolduran udasınız, ya da diagonal dolduran udasınız. Müəllim, Burada əslində diagonal normalda, yəni latoda ancaq sütundur. Hə, normalda hə elədir. İndi bizimkində isə bir bura var, bir belə udmaq var, bir beləsinə diagonal var, bir də beləsinə diagonal var. Həllini deyəcəm sözdə, amma kodunu yazmayacağam, çünki asan. Necə? Müəllim, o ustasın. Aha. Yəni uşaqlar nə Diagonal edirsiniz? şərtləri nə idi? Hə, ay sağ ol. Məsələn, bu diagonalın şərti Mən burada yadıma düşdü. I plus şey bərabər bu ikisinin bərabər olduğudur. Bu isə Bəli, bu I plus sıradakı şey n çıx 1-ə yadıma düşdü. ay sağ ol. I plus şeyinin n çıx 1-ə. Sadəcə uşaqlar, bir beləsinə ədədlərə baxasınız. Bir bu şərt ödəyən ədədlərə baxasınız. Bir sıra ədədlərə baxasınız. Bir də sütun. Bunların hamısına ayrı-ayrı baxmışıq. Mən sıra deyəsən frame-lərdə baxırdım. Bunun koduna zaten adi i-dən j-yə gedəndə buna baxırıq zaten. Yəni normalda 2D massivə belə baxırıq. Buna baxmaq üçün isə uşaqlar i ilə j forlarının yerini dəyişdirin. Yəni j forun birinci başladın, sonra i forundan gedin. Və adi i-j-yə baxanda onda tərsdən baxmış olasınız. Yəni sütun baxmış olasınız. Və nə edirsiniz uşaqlar? Buradakı ədədləri bir dənə setin içinə əlavə edirsiniz. Və yoxluyursunuz. Mənim indi baxdığım ədəd. Birdən eyni ədəd olsa. Olsun da zaten. Həmin ədədi ora qoyub qoymadığım mənim maraqlıdır. Bəli. Bu arada eyni ədəd ola bilmirmi? Ola bilmir deyəsən. Hə, ola bilmir. Okay. Setin içinə əlavə elədim. Və nə edəcəm uşaqlar? Məsələn, i-j-dəki ədədlərə baxanda deyəcəm ki, s-find eləyəndə sən bu ədədi tapa bilirsənmi? Yəni, mən bu ədədi çıxartmışammı? Çıxartmışamsa say plus eləyəcəm.
Əks halda çıxartmamışamsa, vsyo, day onda mən buradan qazana bilməyəcəm. Yəni oranı məsələn continue edirəm. Yəni belə get-gedə daha doğrusu elə baxdınız ki, məsələn, full bu diaqonalda zaten bilirsiniz ki, uşaqlar, diaqonala istəyirsinizsə baxın, istəyirsinizsə sütuna baxın, istəyirsinizsə sətrə baxın. Hər birində 3 dənə ədəd çıxmalıdır. Yəni 3-cü ədəd çünki bu dəyişmir. Yəni sayınız sizin 3 oldusa, demək ki, qazandınız. Həmin an Cout-a yes eləyin, return 0 eləyin. Əgər heç vaxt sayınız 3 olmayıbsa, onda birbaşa cavabınız no-dur. Aydındır? Sadəcə 4 dənə şərtlərə baxasınız. Bu, bir də bu. Yəni həll sözdə dedim, kodu sizdikdir. İnanıram ki, yaza bilərsiniz. İnşallah. Burada olan suallar da böyük ehtimal asan suallardır. Sadəcə şərtləri mən atarsınız, o da tərcümə edirəm. Məncə tərcümədə bir problem var. Müəllim, 10 dənə birdən-birə şəkil atmağınıza razı, atmağa razı. Hərf olaraq yaz ki, Battle of Brains-dən IJKL-lərin falan tərcüməsini. Bir də elə qrupa yaz. Okay. Yəni sadəcə hərflərin yaz ki, falan suallar. Sadəcə toplu yaz ki, yəni bir-bir yazmada. Məsələn, toplu yaz ki, mən onlara toplu cavab verim. Ola bilsin ki, məsələn, tutaq ki, birinə yazaram, sonra o birinə məsələn də müəyyən bir aralıqda olmaram, görmərəm də. Elə çalış məsələn hamısının şərtlərini oxu, sualların hamınız belə eləyin. Sualların şərtlərini oxuyun, bütün sualların. Hansının ki, sualın şərtlərində problem var, WhatsApp-da ümumiləşdirin, yazın ki, məsələn, I, J, K, L-də məndə problem var, bunların şərtləri. Ata bilərsiniz, əlbəttə, prosta inanmıram 26 dənəsində başa düşməyəsiniz sualların, da elə bir şey eləyə Mənim bu arada hardan ağlıma gəldi bilmirəm. Amma Ada Universitetindən Gənclik Parkına çıxış var. Gənclik Parkı? Yəni yanında bir dənə göllü park var, bilmirəm nə park. Dədə Qorqud Park. Bəli. Var, oradan da girişi var. Yox, Seyid Cəfəri Şəbəri Park. Yolun özündə. O da dəhşət böyüdü, müəllim. Yəni gəncliyin yarısını tutur. Var, Şəbəri Park. Ada, bir dənə Google Maps-dən adaya baxarsınız, yəni yarısını tutmuşuq gəncliyin. Müəllim, mən canlı görmüşüm adamı, qapısını da görmüşüm. Zaten medal alsanız gəlib gəzdirəcəklər oransı. Həqqı müəllim? Yəni Azizəkapdan yox, amma Elefodan alanda gəzdirirlər ki, oranı seçəsiniz deyə özlərini reklam edirlər. Müəllim. Mağazənin oyuna baxasız, saat 5-də durmağa halım yoxdur, bəlkə baxmadım. Oyunlar yox. Saat yəqin ki, baxmayacam böyük ehtimal. Xotum olsa bəlkə baxaram. Müəllim, adam kafeteriyası deyirlər, dəhşət böyükdür. Azərbaycanda ən böyükdür deyəsən. Mən universitet olaraq böyükdür, yəni içində minlər şey var. Bir dənə idman salonu var, bu da Banımda var. Bizdə Universitet ayırır. Diplomatik Akademiyası. Yəni bir aralar elə idi zaten. İlk adı olaraq şeydir yəni. Okey. Bir adada yerləşir. Zaten elədir, yəni bir ada olaraq yekədir deyə, yəni elə ətrafımızda hər yeri zəbt ediblər. Əşbər Nəsrəddinov deyirdim. Yox, demirəm. Müəllim, pianino otağı var. Var? Nə? Pianino otağı. Var. Var? Bəli. Bəs məsələn zal var böyük. Necə yəni böyük? Yəni insanlar oturur belə. Nə idi adı onun? Ay demək tədbir zalı bəli. 3-4 dənə var. Yox, o yoxdur maalesef. Banımda var, amma bizdə yoxdur. Banımın öz üçlüyü yeri də var, bizdə yoxdur. Bilməm yəni. Müəllim, nə buydu onda?
Nə qədər şey var. Tam da böyükdü, amma hə, onun ərazisi biraz daha inanmıram. Ola bilər böyükdü. Prosta onların içində biraz üzgüsü yer zad var deyə. Yəni Azərbaycanda var çox universitetlər. Yəni məsələn şeydə falan da olmalıdır. Memarlıq akademiyasında falan da olmalıdır, səhv eləmirəmsə. Yoxsa bizdə bilmirəm necəsə yox. Ola bilər. Yəni amma təzə-təzə şeylər tikirlər, böyük ehtimalla onların içində ola bilər bəlkə. Yəni amma belə şey falan var da, yəni C++ otağı yox, amma kompüter otağı hə var. Yəni piano çalmaq yox, yox, marağım olmur. Yəni üzgüçüyə getmişəm, o da fərdi özüm məşğul olmuşam. Neçə dənə qoy sayım beynimdə. Yəni çox olar böyük ehtimalla sırf otaqda kompüter olan. Yəni bir 10-a yaxın olar. Bəlkə də daha çox. Okey. Hı. Python-ı yəni C++ qədər dərin bilmirəm, amma yəni bilirəm müəyyən levela qədər. Yəni advance-a yaxınam yəni. Amma belə də, yəni lap da mükəmməl yox. Əlifəz müəllimlə eyni yerdəsiz, bəli. Bir adada qrup yoxdur uşaqlar. Yəni bildiyiniz sinif kimi yoxdur. Yəni hər dərsə başqa uşaqlarla girirsiniz. Hə, həm də sinif yoldaşı olmuşam 4. Yəni adada qrup şey yoxdur Əkbər. Yəni sinif kimi deyil o bir universitetlərdəki kimi. Hər dərsə başqa uşaqlarla girirsən. Təzə uşaqları tanımaq üçün qəşəng bir şeydir. Yəni yeni uşaqlar, yeni üzlər görürsən, sıxılmırsan. Yəni, hər dərsdə başqa dostun olur kimi düşün. Yəni həm də ki, məsələn siz birinci kursunuzsa, başqa məsələn də bir dərsdə ola bilər ki, həm birinci kurs uşağı olsun, həm üçüncü kurs, həm dördüncü kurs qarışıq olur. Yəni şey yoxdur ki, orada ancaq birinci kurs uşaqları olacaq. Yəni ona görə həm yuxarı kurslarla əlaqəniz olur, həm aşağılarla belə. O cəhətdən yaxşı. Yəni tipdən başqa hər ixtisas elədir. Siz tip 6 falan olmalıdır. Siz 2-siz də, mən aha 2-yəm. Yəni indi 2-yə başlayacağam. Yaxşı, orta. Yəni bəziləri çox belə fokus olmuşdu, amma yəni mən həmişə ortasını tapanam. Yəni